Qışda palçıq, yayda isə toz əlindən təngə gələn sakinlər. Söhbət Ağdaşın Aşağı Ləki kəndinin 2000-ə yaxın əhalisi olan kəndin 2 kilometrlik yol problemindən gedir. Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də hər dəfə düzələcəyi həll olunacaq kimi vədlər verilib. Verilən vədlərdən təngə gələn kənd sakinləri tezliklə kənd yoluna asfalt örtüyü salınmasını tələb edirlər. Ağdaşın Aşağı Ləki kəndinin sakinləri bizim qaynar xəttimizə müraciət edərək illərdir kənd yolunun bərbad vəziyyətdə olması ilə bağlı məlumat veriblər. Sakinlər bildirir ki, uzun illərdir acınacaqlı vəziyyətdə olan kənd yolunun yaratdığı problem onlara istər qışda, istərsə də yayda bir sıra çətinliklər yaradır. Ben 72 yaşım var artıq. Bu kənddə yaşayıram. Uzun müddətdə məktəbdə işləmişəm. Bizim demək olar ki, axır vaxtlar dövlətimizin qayğısı sayəsində məktəbimiz, bağçamız təmir olunur. Ancaq çox təəssüf ki, yolumuz çox bərbad vəziyyətdədir. Çox çətinlik çəkirik. Əvvəllər Ağdaş rayonla, rayon mərkəzi ilə əlaqədə cəmi taksi 1 manata gətirilsə, indi 5 manatadan biri gətirmir. Ona görə ki, deyirlər ki, burada yollarımız bərbad vəziyyətdədir. Təcili yardım kəndə gəlməkdən çox vaxt imtina eləyir. Eşmə-özəyə vurular, yenə tərsə vadırlar gəlmirlər. Ona görə ki, yollarımız bərbad vəziyyətdədir. Xahiş edirik ki, məktəbdə uşaqların məktəbə davamiyyətdə, buna görə çox pisdir. Yağış, qar olan kimi uşaqların çoxusu məktəbə gedə bilmir. Çünki yollar bayaq dediyim kimi çox bərbad vəziyyətdədir. Xahiş edirik, yolların düzəlməsində bizə yardım göstərəsin. Bizim problemimiz bu yollardan əlaqədardır. Yollarımız çox acınacaqlı və bərbad gündədir. Ölkəmizdə Allaha çox şükür inkişaf gedir. Gün-gündən ölkəmiz çiçəklənir. İstəyirik ki, bizə cəmaət olaraq, xalq olaraq, ümumiyyətlə Aşağı Ləki kəndi olaraq inkişaf eləmiş dövlətdə gözəl yollardan istifadə eləyək. Bizim yollarımız bu gün istifadə eləmək üçün çox acınacaqlı vəziyyətdədir. Qışda uşaqlarımız palçıq əlindən məktəbə gedə bilmir, yayda toz əlindən məktəbə gedə bilmir. Maşınlarımız demək olar ki, 2 gündən bir ustadadır. Onunla əlaqədar biz aidiyyəti orqanlardan xahiş edirik, cəmaət olaraq, kənd olaraq xahiş edirik ki, bizim bu yollarımızın tam bərpa olub bizə təhvil verilməsində bizə köməklik göstərsinlər. Çünki bizim cəmaatımız dövlətimizin, dövlətçilimizin arxasında duran cəmaatdır. Aşağı Ləki kəndində 6 şəhid var. 20'ye yaxın vətən müharibəsi qazisimiz var. O noktaya nəzərdən 2000'e yaxın əhalimiz var. Biz də istəyirik ki, biz gözəl yollarda, asfaltlı yollarda yaşayaq. Bizim kənd Respublikada 3-cü, 4-cü böyük kəndlərdən biridir. Amma biz rayonumuzun başqa kəndlərinə çıxırıq. Onların küçələri belə asfaltdır. Biz də istəyirik o kəndlərdən biri olaq. Ümumiyyətlə kəndimizə gələn qonaqlara da aşlayaq ki, kəndimizin belə yolları var. Kəndimizin işığımız var, qazımız var. Bir dənə yol problemimizdir. Bizim Aşağı Ləki cəmaatının 2000'e yaxın əhalinin yol problemidir. Bu noktaya nəzərdən yenə adiyyəti adından, birinci əhalim adından, cəmaatım adından, ikinci də bir qazi olaraq öz adından, sizdən və adiyyəti orqanlardan xahiş edirəm ki, bu kamera vasitəsilə bizim yollarımızın bərpasında bizə kömək eləsinlər. Bax, mən bu kənddə böyüyüb Bakıya çatmışam. 50 ilə yaxın məktəbdə müəllim işləmişəm. Və mən deyərdim ki, bizim problemlərimiz təkcə yol yox, çox problemlərimiz var. İndi biz bugün yolu qabardırıq, yolu deyil. Yolumuz həddindən artıq. Qışda palçıqlı, yayda tozlu olur. Və burada gənc ailələr var. Bunlar burada yaşayanda vəziyyəti görürlər, problemləri görürlər. Burada yaşamaq istəmirlər. Azərbaycanın bir çox rayonlarında olduğu kimi, orada da mən baxıram, televiziyada da görürəm. Hətta ən səfalı yerləri problem olanda tərk edirlər. Bizim kənddə isə bu problemlər çox olduğuna əsasən də yol problemi və su problemi. Bu olduğuna görə burada gənc ailələri saxlamaq mümkün deyil. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, Ağdaşın Abad, Xapıtlı, Ovculu, Aşağı Ləki, Orta Ləki, Yuxarı Ləki, Ləki qəsəbə və Yenicə kənd yollarının dövlət proqramına salınması üçün təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Bununla bağlı dövlət tərəfindən vəsaitin ayrılacağı təqdirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən adı çəkilən kənd yollarına asfalt örtüyünün salınması həyata keçiriləcəkdir. Aqil Əsədov, Əlibala Əskərov, İrana Novruzzadə, Gün TV.